Bugünkü videoda numerologiyada dəyişiklik, azadlıq və macəra simvolu olan 5 rəqəminin enerjisindən danışacağıq. 5-i, 14-ü və 23-ü anadan olanlar 5 enerjisini daşıyır. Həyatınızda hərəkətlilik, yenilik və çeviklik hiss edirsinizsə, bu enerjiyə sahib ola bilərsiniz. 5 enerjisi müdriklik, qanunlar və qaydalar enerjisidir. Enerjinin müsbət tərəfləri nələrdir? 5-i daşıyan insanlar anadan gəlmə müəllimdirlər. Onlar mürəkkəb, dolaşıq məlumatları belə çox sadə və başa düşülən şəkildə izah edə bilirlər. Ən çətin informasiyanı belə səliqəli rəflərə düzərək təqdim edərlər. Dinləyənlər üçün hər şey aydın və rahat olar. Onlar təkrar olunmaz nitq qabiliyyətinə malikdirlər. Danışdıqları zaman qarşısındakı insanı asanlıqla inandıra bilirlər. Bu insanlar öz biliklərini sevinclə başqaları ilə bölüşürlər. Eyni zamanda özləri də öyrənməkdən zövq alırlar. Onlar sanki əbədi tələbədirlər. Yeni məlumat, yeni elm onların həyatının ayrılmaz hissəsidir. Beşliklər dərinlik və əsas axtarışındadırlar. Yalnız səthi məlumatlarla kifayətlənməz, hər şey kökündən öyrənmək istəyirlər. Eyni zamanda mükəmməl dinləyicidirlər. Sizi diqqətlə dinləyər, anlayar və sizi narahat edən məsələdə praktik və ağıllı bir çıxış yolu göstərərlər. Bu insanlar həm də çox məsuliyyətli, dəqiq, sistemli və nizamlıdırlar. Onlar üçün hər şeyin vaxtında, plan üzrə və qayda-qanun daxilində olması çox vacibdir. Qanunlara və cəmiyyətin qəbul etdiyi normalara hörmət edirlər və bunların pozulmasına çətinliklə dözürlər. Müsbət beşliklər tam dürüst və ədalətli olurlar və eyni münasibəti ətrafdakı insanlardan da gözləyirlər. Onlar üçün həm ailə, həm də ailə dəyərləri çox önəmlidir. Daim ailədən dəstək və dəyər görmək, təqdir edilmək istəyirlər. Həyatlarında ailənin rolu çox böyükdür. Enerjinin mənfi tərəfləri isə bir neçə formada özünü göstərə bilər. İlk olaraq daim öyrənmək, amma paylaşmamaqdır. Bəzən yalnız məlumat toplayaraq onu heç kimlə bölüşmür. Daim öyrənir, oxuyur, dinləyir, amma sanki hələ də kifayət qədər bilmir kimi hiss edir. Bu saxta alim sindromudur. Yəni insan artıq malik olduğu biliyi dəyərsiz hesab edir və paylaşmağa özünü hazır görmür. Halbuki onlar üçün bilik almaq qədər onu bölüşmək də vacibdir. Əgər bu baş vermirsə, bu artıq mənfi tərəfə keçir. İkinci isə təkəbbür və inaddır. Özünü hər şeyin bilicisi hesab etməyə başlayır. Yalnız öz fikrini düzgün sayır, ətrafdakıların baxışlarını qəbul etmir, daim mübahisə edir, özünü sübut etməyə çalışır, köhnəlmiş və artıq işə yaramayan təcrübəyə yapışıb qalır, dəyişiklikləri, yeniliyi rədd edirlər. Özünü inkişaf etdirmək istəmir, yeniliyə qapalı olurlar. Üçüncü mənfi xasiyyət isə qohumlarla problemdir. Soy, nəsil və ailə ilə bağlı problemləri də bu enerjinin mənfi təzahürüdür. Əgər valideynlərə və ya nəslə qarşı inciklik, qarşı durma və ya qəbul etməmə varsa, bu mütləq həll olunmalıdır. Ailə ənənələrini rədd etmək, kökləri inkar etmək bu enerjinin bloklandığını göstərir. Dördüncü, nizam-intizamın itməsidir. Mənfi beşlər həm zehni, qarışıqlıq, həm də fiziki nizam pozuntuları yaşayırlar. Evlərində dağınıqlıq, hərəkətlərində sistemsizlik, gecikmələr, verdiyi sözlərə əməl etməmək, dürüst olmamaq bu halların hamısı enerjinin aşağı səviyyədə olduğunu göstərir. Əgər 5 enerjisi sizi ruhlandırırsa və öz həyatınızda bu dinamikliyi hiss edirsinizsə, şərhlərdə fikirlərinizi mənimlə bölüşün. Videonu bəyəndinizsə, bəyən düyməsinə basmağı və abunə olmağı unutmayın. Gələn videolarda başqa enerji rəqəmləri ilə görüşmək ümidi ilə hələlik.